Hər kəsə salamlar, yeni bir vlog başlayıram. Üstünüzə sağlıq, biraz qriplənmişəm, ona görə də səsim biraz belə çıxır. Bir marketdən alış-veriş eləmişəm, onları gətiriblər, onda onlara da baxacağıq. Ondan əvvəl də şam hazırlamaq istəyirəm, onun üçün də şamın materiallarını da almışam, ilk öncə onu göstərim sizə. Birinci göstərdiyim materiallar şamın özüdür, əridib qəlibət tökürsən, hazırlayırsan. İkinci qırmızı rəngdir, o biri də yaşıl rəng, biri də ətirdir. Düzü qripəm deyəndə biraz ətirlər olduğu kimi qoxlaya bilmirəm. Gərək çox yaxın məsafədən qoxlayam ki, o ətri hiss edə bilim. Şamı ətirləndirmək üçün mən başqa yağlar almışdım keçən dəfə, onlardan çox razı idim. Bunlar elə bilirəm ki, aptekdə olan yağlara bənzəyir. İnanmıram ki, qalıcı olar. Yəni keçən dəfə Sədərəyə gedib özüm alanda doğrudan da yaxşı ətirlər idi. Hələ də onlardan var məndə az qalmışdı. Zapas üçün bunu sifariş elədim. Bu aldığım ətri də biraz qızıl günlüyünə bənzətdim. Sınayıb baxarıq görək qalıcıdır yoxsa ki, elə belə bir şeydir. Bu arada dünən yoldaşımla qızımla getmişdik ki, mənə özümə pencək alaq. Amma getmişkən qızıma da paltarlar aldıq, ayaqqabılarımızı dəyişdik. Onları indi göstərə bilməyəcəm. Çəkiliş edəndə yadıma düşmədi ki, ayaqqabıları da göstərim ona görə. Amma nə vaxtsa video çəkərkən onları da çəkəcəm. Düzdür, yay günlərinə az qalıb, amma bir dənə də uzun qol paltar aldım ki, birdən hava dəyişər. Həm də istəyirəm ki, bacımın ad gününə o sarı paltar geyindirim. Bu paltar da qısa qoldu, yay üçündür. Bunu da çox bəyəndim, rəngi çox gözəldir. Koftası paltarından ayrılır, yəni ayrı geyinmək də olur. Üçüncü paltar da qısa qoldur, yay üçündür, əsl yayınmalıdır. O biri paltarları alarkən yoxlamışdım əlində, amma bu paltarı yoxlamamışdım heç. Pencəyi də özüm üçün almışam. Əsl elə belə vaxtların malıdır. Yəni arada hava dəyişik olur. Üstdən geyinməyə belə bir şey lazım idi mənə. Materialı kətan materialdır. Qiymətin də 37 manata dedilər. Biraz biz endirdik, 34 manata saldıq. Qara rəngi olmağı da hər paltarla uyğunlaşmağı deməkdir. Qollarında belə bir ağ detalları var, belə çox gözəl göstərir. Əynimdə geyinərkən görəcəksiniz. Hal-hazırda qırışdı deyənə geyinib göstərə bilmirəm. Və əsas məsələ bir marketdən nələr almışam, gəlin birlikdə baxaq. Bu vaxtacan cəmi mən bir dəfə bir marketdən nəsə almışdım. Onda da 2 dənə məhsul idi alanda. Amma hal-hazırda nə qədər məhsul var burada, qiyməti də hamısına mən bir yerdə 111 manat neçə qəpik isə ödəmişəm. Burada bir marketin ən çox xoşuma gələn özəlliyi çatdırılmanı tez bir zamanda edirlər. Yəni 2-3 gün ərzində istədiyiniz məhsulu ala bilərsiniz. Yəni termodakı kimi 10-15 gün gözləməyə ehtiyacı yoxdur. Nə qədər tez ala bilirəmsə, o qədər mənə xoş olur. Karqonu axşam saatlarında gətirib çatdırdılar. Təxmini saat axşam 8 idi. Gözləmədim o vaxta gəlib çıxardarlar. Dedim yəqin qaldı sabaha, amma elə dedikləri kimi qeyd eləmişdilər ki, səhər 9-dan axşam 9-a qədər çatdırılma edə bilərlər. Yəni 9-a kimi özlərini çatdırmış oldular. Ödəniş üsulu da mənə biraz çox təəccübləndirdi. Çünki mən sifariş verən zaman ödəniş eləmədim. Dedilər ki, çatdırılma zamanı ödəniş olunacaq. Çatdırılmanın da qiyməti tam təmənnasız pulsuzdur. Məhsulların hamısını ayrı-ayrı şirkətlərdən gətirdiklərinə görə hamısının ödənişini ayrı-ayrı ödəyirdim. Ödədikcə də çeki mənə verirdilər. Ödənişi mən post terminalla elədim, yəni kartla ödəniş elədim. Və mənə məhsul verdikcə də dedilər ki, açıb baxa bilərsiniz məhsullara, yəni ki, narazısınızsa həmin moment qaytarmaq olur. Mənim də vaxtım vaz idi deyənə, mən də bir məhsula baxdım, gördüm ki, elə yaxşıdır. O birilərinə baxmadım orada. Həm də dedim, kargo açarkən video çəkərəm. Açıq vəziyyətdə olanda maraqsız olacaq. Bu şokoladları mən şokolad buketi düzəltmək üçün sifariş vermişəm. Rafaellaların hər biri 10 manat 90 qəpik idi. KitKatın da 500 qramı 19 manat 99 qəpik, yəni 20 manat idi. Ümumilikdə 41 manat 79 manat ödədim. Evdə kofem bitmişdi. Mən də dedim ki, bitmişkən onu da bir marketdən sifariş verim. Özdə həmin bu kofe iri dənəlidir, yəni heç bir işləmdən keçməmişdi. Adəcə qovrulub paketlənib. Yəni ən məsləhətli kofelər belə iri dənəli olanda, yəni işləmdən az keçmiş kofelərdir. Marketdə satılan üyüdülmüşlər, qranula olanlar məsləhətli deyil, çünki aşağı keyfiyyətli olan bir kofelərdir. Burada qram olaraq fərqi var. Yəni burada 200 qramı 6 manat 99 qəpik 7 manat sayılır. Marketdə satılan adi ən aşağı qiyməti olan 5 manat neçə qəpik isə olan Nescafe 50 qram falandır. Təsəvvür edin, marketdə satılanı mən 20 neçə manata ala bilərdim 200 qramını, amma burada 200 qramını 7 manata başa gəlir. Həm də keyfiyyətli kofedir. Evdə məndə üyüdən aparat var, onunla üyüdəcəm və hazır bankaya tökəcəm, elə istifadə eləyəcəm. Maraq üçün elə belə dadına baxdım ki, görüm necədir, dadı xoşuma gəldi, yaxşıdır. Bu arada kiçik bir xatırlatma da eləyim, əgər kanala abunə deyilsinizsə, lütfən abunə olasınız. Yeni və daimi izləyicilərimdən dəstək gözləyirəm. Keçən vloqumda sizin dəstəyinizlə izlənmə sayı çox artdı.
2 aydır video paylaşmadığıma görə kanalın aktivliyi tamam düşmüşdü. Amma sizlərin sayəsində yenidən aktivləşdi. Ondan sonraki vloqlarımı da çəkməyimə davam eləməyim üçün sizin yenə dəstəyinizə çox ehtiyacım var. Məhsulları çəkərkən birdən qapı döyüldü. Mənə Google-dan belə bir kağız gəldi. Deməli, YouTube-dan qazanc $10 keçəndən sonra sizə bildiriş gəlir ki, şəxsiyyət vəsiqənizi falan qeyd eləyəsiniz, ünvanınızı, oradan sizə bir kod göndərməlidirlər. Onu qeyd eləməlisiniz ki, sizə həmin ödənişi $100 keçəndən sonra edə bilsinlər. YouTube-da belə qayda var ki, $100-dan aşağı qazancı götürmək olmur, ancaq $100 keçəndən sonra ödənişi sizin bank hesabınıza göndərirlər. O məbləğ də hələ toplanmadığına görə hələ ki YouTube-dan ödəniş əldə eləməmişəm. Bibim qızının ad günü olacaq, bacımla bərabər qeyd eləyəcəyik. Onun üçün də belə bir saç feni istədim ki, alım. Ölçüsü böyük deyil, yığcam da. Mən belə yığcam şeyləri xoşlayıram ki, çox yer tutmasın. Çəkisi də yüngüldür, yəni ağır deyil, adamın əlini yormur. Atam girdi elektrikli çaydan xarab olmuşdu. Mən də gördüm ki, hazır xarab olub, ona görə də yenisini alım, bunu bacıma hədiyyə eləyim. Əvvəlki çaydanın üstü örtülü idi, yəni görsənmirdi içində nə qədər su olduğu, yalnız qapağı açıb baxanda bilmək olurdu. Amma bunu çox bəyəndim, şüşədir, içində nə qədər su olduğu görsənir. Həcmi 2 litrdir, məncə kifayət eləyir. Qiyməti münasibdir, 15 manat 99 qəpikdir. İstifadə edəndə inşallah onu da videoda qeyd eləyəcəm. Bir dəfə mən böyük ölçüdə orqanayzer almışdım paltarları yığmaq üçün. Onu heç də bəyənməmişdim. Bunun qiymətini gördüm münasibdir. Birinin qiyməti 2 manat 90 qəpikdir, ikisinə bir yerdə 5 manat 80 qəpik ödəmişəm. Əsas mənə kiçik ölçülü paltarlar üçün, corab üçün falan lazımdır. Düzünü desəm keyfiyyətini bəyənmədim, çox belə keyfiyyətsizdir. Digər orqanayzerdə də bir şey bəyənməmişdim ki, bunun ara kəsmələri oturacağına birləşmir, yəni havada qalır. Onun da içinə nəsə qoyanda paltarlar bir-birinin altına keçir. Yəni orqanayzer alırsan ki, düzənini görsənsin, elə də olmur. Bütün paltarlar bir-birinə qarışır altdan. Onu bir-birinə altdakını o yuxarıda qalan hissəni bəlkə də siz hiss eləyərsiniz videoda. Ora tikilsəydi, yəni paltarlar da səliqəli qalardı. Belə fikirləşirəm ki, parça orqanayzerdansa plastik orqanayzerlər daha yaxşıdır. Yağ sökücüm hazır qurtarmışkən dedim yenisini alım. Bunu da son zamanlar TikTokda daha çox göstərirlər. iPhone firmasının məhsuludur. Beltə və sobalar üçün yağ sökücüdür. Çaynik və qazanda təmizləmək olar. Düşünürəm ki, mənim hər zaman aldığım Azelit firmasının məhsuluna çox bənzəyir. Sadəcə qiymət fərqləri var. Bunun qiyməti 5 manat 30 qəpikdir. Onunsa qiyməti 7 manat neçə qəpik, yəni 8 manata yaxındır qiymətləri. Şokolad buketi hazırlayarkən mənə silikon tapancasının silikon çubuqları lazım idi, bitmişdi. Mən də yenisini sifariş elədim. Bunun içində 10 ədəddir. Bir marketin işçisi elə birinci təklif eləmişdi ki, açıb məhsula baxıb yoxlayın. Əgər xoşunuza gəlməsə qaytararsınız. Mənim də ilk dəfə baxdığım məhsul bu oldu. Qiyməti 2 manat 70 qəpikdir. Bu arada bundan da ucuz qiyməti olanlar var idi. Sadəcə dedim ki, elə bunu alım. İstifadə elədiyim pudra qurtarmışdı. Ona görə də belə bir Notun pudrasını sifariş elədim. Əksər vaxtlarda transparent toz pudradan istifadə edirəm. Bundan əvvəl Evaline-ın bananlı pudrasından istifadə edirdim, transparent pudrasından. Onun ölçüsü az olduğu üçün tez qurtarır, amma bunu görən kimi dedim ki, böyükdür həcmi. Qapağının üzərində biraz çat var. Hardasa yəqin gətirən vaxtı əmələ gəlib bu çat. Ölçüsünün çox olmağı əslində çox xoşuma gəldi. Düşündüm ki, bunu mən uzun müddət istifadə edə bilərəm. Məhsulun materialını bəyəndim, incə yapıdadır. Dəriyə çox gözəl oturur, hamar qalır. Üstündə yazılıb ki, Türkiyə istehsalıdır, amma ki, üzərində ərəbcə pudra sözü də yazılmışdı. Bir yandan da barkodunu oxutduranda gördüm ki, bu saxta məhsuldur, yəni Türkiyənin məhsulu deyil, Notun özünün məhsulu deyil. Mənim özümün də parabeni allergiyası var, qorxdum ki, birdən mən bunun içində olan məhsula allergiyam ola bilər. Tərkibini oxudum, içində paraben yox idi. Özüm də bir dəfə istifadə elədim, səpki vermədim. Qoxusu da klassik pudra qoxusuydu. Əvvəlki pudramla müqayisədə görürsünüz nə qədər ölçüsündə fərq var. Əvvəlki aldığım pudranın ölçüsü 6 qramdır, hal-hazırda aldığımın isə 15 qramdır ölçüsü. Temudan bir dəfə xalça yumaq fırçası almışdım, amma onu bəyənmədim. Başlığı çıxırdı sapından. Ona görə də belə bir xalça yumaq fırçası sifariş elədim. Evdə kiçik ölçüdə xalçalar var. İnşallah bununla mən yuyacam. Həm də kafellər təmizləməkdə əlverişli məhsuldur. Sadəcə biraz üzərində kraska ləkəsi var. Bu olmasaydı daha gözəl olardı. Amma çox da problem deyil. Əsas odur rahat istifadə eləmək olsun. Qiyməti də 1 manat 69 qəpikdir. Əvvəlki krantımızda qab maçalkası qoymaq üçün aparat var idi. Birləşdirmişdim kranta. Yenisində bunu eləmək olmurdu. Ona görə də belə bir vasitə almışam ki, üzərinə nə qoysam suyu aşağı süzsün. Ölçüsünü düzü bu boyda gözləmirdim, böyükdür. Mən bundan balaca gözləyirdim, düşündüyümdən böyük gəlib. İnşallah kurantımıza uyğun gələr. Bunun qiyməti 2 manat 7 qəpikdir.
Bir maketi mən silib yenidən yazdığıma görə yeni istifadəçi kimi qeydiyyatdan keçmişdim. Ona görə də bu qədər məhsula 111 manat 9 qəpik ödəsəm də mənə 20 manat bonus gəldi. Bunu da yuxarıda gördüm ki, yazılmışdı yeni istifadəçilərə yeni 20 kodu yazanda endirim olunur, 20 manat bonus gəlir. Mən də sifariş təsdiqləyəndə həmin kodu yazdım. Sifariş eləyərkən yox, məhsulların pulunu ödəyəndən sonra bir də gördüm ki, ekranda bonus yerinə baxanda gördüm 20 manat bonus var orada. Sonuncu məhsulumuzdur. Bu da duş gelidir. Ətri çox gözəldir. Kremli duş gelidir. Ətri vanilya, orkid qoxusudur. Ölçüsü mənə elə gəldi ki, biraz balacadır. 300 millidir. Qiyməti 4 manat 49 qəpikdir. Bir market alış-verişini çox bəyəndim, çox razı qaldım. İnşallah gələcəkdə də oradan alış-veriş eləyəcəm. Burada başlayıram şamı hazırlamağa. Əvvəlcə isti su buxarında qazanda qoyuram əriməyə. Qəlib olaraq bu formanı seçmişəm. Görünüşü ürək formasındadır. İki əl içərisində olan ürəkdir. Şam əriyincə də mən bunun sapını keçirdəcəm, qoyacam tufovkada. Qəlib isti qalmalıdır. Yəni şamı əridib tökərkən qəlibi isti eləmək lazımdır. Çünki elə belə də soyuq halda tökəndə içərisindəki şam bərabər yayılmır. Üzərində nahamarlıqlar olur, kələkütür olur şam. Bunu mən əvvəl bilmirdim, ona görə də hazırladığım şamlar uğursuz alınırdı. Professional xarici şam səhifələrindən öyrənmiş oldum bunu. Şam tam əriyəndən sonra içərisinə rəng qatıram. İstəyirəm ki, rəngi rozov olsun. Qırmızı rəngdən belə az qatanda rəngi açıq olur, rozov rəngdə olur. Mən biraz burada artıq tökmüşəm, sonradan rəngini seyrəkləşdirəcəm. Elə rəngini baxanda təyin eləmək olmur, ancaq belə ağ kağızın üzərində bir damla yaxıb qurudanda bilmək olur ki, əsl rəngi sonradan quruyanda necə olacaq. Şamı qəlibə tökməmişdən əvvəl ətrini vururam. Ətri düzünü desəm çox da bəyənmədim, qalıcı deyil. Bilsəydim əvvəldə məndə olan ətirlərdən istifadə edərdim. Qəlibi burada sobadan çıxardıb qoyuram. Görürsünüz, əlimdə əlcə ilə götürürəm ki, əlim yanmasın. İpinin də əyri dayanmaması üçün belə bir dəmirin üzərində keçirdirəm, saxlayıram ki, sabit dayansın. Şamı qoyacam soyumağa, bir də səhər açacağım, qəlibdən çıxardacağım. İndi də şokolad buketi hazırlayacağım. İçərisi dərin olduğuna görə belə bir penoplastım var. Onu qoyacağım, onun üzərinə yığacağım şokoladları. Belə bir rəngli kağız da var. Onu penoplasta yapışdıracağım, onun üzərinə yığacağım ki, səliqəli alınsın. Bir tərəfi tünd rozodur, bir tərəfi də belə antiqin üzərindəki rənglə uyğunlaşan açıq rozovu var. Ölçüsü böyüdür deyənə bunu 2 hissəyə böləcəm. Yəni artıq israf eləmək istəmədim. Yarısında qalan başqa şeylərdə istifadə edərəm. Silikon tapanca ilə yapışdıracağım, belə rahat gəlir mənə. Bu olmasa da 2 tərəfli skoçla da yapışdırmaq olar. Məndə olmadığı üçün elə bundan istifadə edəcəm. İstəyən olsa belə zakazla şokoladlar hazırlayıram. Mənim Miss Çokolada Baku səhifəmə yazsanız oradan zakaz verə bilərsiniz. Bu arada izləyicilərimə çox təşəkkür edirəm. Keçən videoda qeyd eləmişdim ki, bu videonu 100 like eləyin, yəni 100 like getsin. Həm səhifənin aktivliyi qalxacaq, videoda daha çox insanların, izləyicilərinin qabağına çıxacaq. Bu sayədə də mən vlog çəkməyə daha çox həvəslə başlayacağam. Sizin sayənizdə izlənmələr qalxdı, abunələr də çoxaldı. Həqiqətən də çox təşəkkür edirəm. Keçən video 100 like keçdiyinə görə bu videonu da istəyirəm ki, 150 like keçsin. Ona görə də yeni və daimi izləyicilərim mənə dəstək olsunlar. Videolar izləndikcə məndə də yeni videolar çəkməyə həvəs yaransın. Like-dan əlavə də yorumlarda şərhlərinizi də qeyd eləyin, mənim üçün çox önəmlidir. İlin sonunda da istəyirəm ki, abunə sayım 5000-i keçsin. Bu isə sizlərin sayəsində mümkün olacaq. Buketin üzərində istifadə etdiyim sabungüllərdir, çox gözəl ətri var. Belə bir sual da doğurur ki, ətri niyə konfetləri hopurmu yoxsa yox? Cavab isə xeyr, çünki konfetlərin üzəri paketlə örtülüb deyənə heç bir nə qoxu, nə dad keçmir. Ehtiyat üçün Rafaelo şokoladından 2 paçka almışdım. Dedim ki, nə olar, nə olmaz, birdən çatmaz. Gördüyünüz kimi bir paçka istifadə elədim. KitKatın da yarısını istifadə elədim. Belə bir şokolad buketi kimisə hədiyyə etmək istəsəniz, mənim Miss Çokolada Baku səhifəsinə yazıb sifariş eləyə bilərsiniz. Gəldim atamgilə, artıq şamı da açmışam üzərini. Hamısı bərabər şəkildədir, nahamarlıq yoxdur. Günəş işığı düşüb deyənə videoda tam da aydın görsənmir, amma olduqca gözəl alınmışdı. Sadəcə digər şamı mən hazırlamadığıma görə rəng bərabərsizlikləri var. Yəni ikisini də mən hazırlasaydım, rəngləri də bərabər olacaqdı. Gələn dəfə hərf şamı hazırlasam, AliExpress-dən sifariş verəcəm belə bir qələbi. Yəni Temuda belə bir qələbi yoxdur. AliExpress-in özündə də birini də 30 manata verirdilər, səhv eləmirəmsə. Yeni aldığım kətan pencəyi də artıq ütülüb geyinmişəm. Hazırladığım şokolad buketi ilə də kapaq fotoğrafı şəkilləri çəkdirirəm. Burada ata kabab hazırlamağa başlayır. Kababın dadlı olması üçün də aralara quyruq yerləşdirir.
Keçən vloqumda ata üzüm yarpağından qışa saxlamaq üçün hazırlıq görürdüm. Daimi izləyicilərimdən biri də bu sualı verdi ki, necə hazırlayır? Mən də atadan soruşdum, o da dedi ki, elə 120 yarpağı quru halda bankanın içinə yerləşdirir və ağzını bağlayır. Yəni bu qədər sadədir. Başqa bir iş görmür. Hal-hazırda da manqal salatı üçün tərəvəzləri közə veririk. Fikrimdə var idi ki, hava gözəl olsa həyətdə oturardıq, amma təəssüf ki, hava soyuq idi, məcburən evdə keçirməyə qərar verdik. Ən sevdiyim kebablar arasında lülə kebab da var, bir də ciyər kebabıdır. Lülə kebabı da belə setkada bişirəndə daha pratik olur, həm dağılmır, formasını da itirmir. Kebabların bişməyinə yaxın süfrəndə qurmağa başlayırıq. Bu vloqum keçən vloqlarımdan uzun olacaq. Çünki bu dəfə kontentim çox idi çəkməyə, ona görə də keçən dəfəkindən uzun alındı. Videonu çəkib qutaranda gördüm ki, 1 saatdan çox çəkmişəm, amma qısaldanda 15 dəqiqədən biraz uzun alındı. İnşallah yemək kanalı üçün də videolar çəkəcəm. Qohumlarım biraz mənə irad bildirdilər ki, orada da səsləndirmə elə, yəni səssiz olanda maraqsız olur baxmaq. Birincisi səsləndirmə eləmədim ki, dedim yemək kanalında kənd həyatında fikir verim, orada səsləndirmə eləmirlər, amma baxış sayları da çoxdur. Həm də səsləndirəndə daha çox vaxtım alır, çünki elə bir ortam tapmalısan ki, səssiz bir ortam alasan, sən də orada səs yazasan. Həm mən vloqu düzəltməliyəm, həm də ona görə də vaxtım çox olmur. Səsləndirmə eləmədən edit eləyəndə o qədər tez hazırlanır ki, yəni ən çox vaxtımı alan səsləndirmə prosesidir. Keçən vloqumda izləyicilərimə bir sual da vermişdim yemək kanalı ilə bağlı ki, orada mən dietik yeməklərdə bir də normal yeməklər arasında qalmışam ki, ikisini də bir kanalda eləyim, yoxsa ki, ayrı-ayrı kanallarda. Sağ olsunlar 2 dənə izləyicim mənə yön verdilər ki, hamısı eyni kanalda olsun, ayrı-ayrı kanallarda olsa çox yorucu olacaq. Diqqətiniz üçün çox sağ olun. Həqiqətən də sizin fikirləriniz mənim üçün çox önəmlidir. Manqal salatının da hazır forması belədir. Doğrusu mən sevmirəm. Bir dəfə dadına baxmışam, görmüşəm ki, mənim ağız tadıma uyğun deyil. Bacımla bərabər 2 nəfərin də ad gününü istədik ki, hamısını bir yerdə eləyək. Yəni ona görə də 3 dənə tort alınıb. Amma təəssüf ki, daşınarkən 2 dənə tortumuz zərər görüb, biri salamat qalıb. Qırmızı tortla şokoladlı gilaslı tortu eyni yerdən alıb, amma birini Azzadan alıb tortun. Bu 2 tortu Balkimi tort evindən alıb, buradan mən birinci dəfə də yeyəcəm, görəcəm dadı necədir. Böyük bacım, bibim qızı və yeznəmizin ad günü tarixləri də bir-birinə yaxındır. Buradan hər üçünün də doğum gününü təbrik edirəm. Can sağlığı və həyatlarında uğurlar arzulayıram. Videonun da sonuna gəldik. Bu qədər də izlədiyiniz üçün çox təşəkkür edirəm. Abunə olmayanlar lütfən abunə olsunlar və videonu like edib yorum yazmağı da unutmayın. Gələn vloqda görüşənə qədər hələlik.